Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi mövzusunda beynəlxalq elmi konfrans başlayıb. Tədbir Fövqəladə Hallar Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərsalma və memarlıq ili çərçivəsində keçirilir. AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib ki, konfrans ölkənin seysmik vəziyyətinin elmi əsaslarla qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, zəlzələlərlə bağlı tədqiqatların və cəmiyyətin düzgün məlumatlandırılmasının vacibliyini vurğulayıb. Fövqəladə Hallar Nazirinin müavini Adil Abdullayev Azərbaycanın seysmik aktiv zonada yerləşdiyini qeyd edərək, risklərin düzgün qiymətləndirilməsinin strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə Bakı, Sumqayıt və Abşeron üzrə yeni seysmik xəritələr hazırlanacaq. Tədbirdə erkən xəbərdarlıq sistemləri, riskli zonalarda tikinti siyasəti və əhalinin maarifləndirilməsi məsələləri də müzakirə olunub. Konfrans panel iclaslarla davam edir və aprelin 29-da başa çatacaq.